Salam uşaqlar, bu günlər 3-cü sinif Azərbaycan dili iş dəftəri səhifə 40-ın izahını verəcəm. 3A tapşırığına baxırıq, nöqtələrin yerinə uyğun şəxs əvəzliyi yazmaqla cümlələri tamamla. Uşaqlar, bildiyimiz kimi şəxs əvəzlikləri mən, sən, o, biz, siz, onlardır. İndi bu şəxs əvəzliklərindən uyğun gələnləri variantlarda yazacağıq. Birinciyə baxırıq. Hər səhər idman edirəm. Kim hər səhər idman edir? Mən hər səhər idman edirəm. Harada yaşayırsan? Sən harada yaşayırsan? Bu gün bizə gələcəksiniz. Siz bu gün bizə gələcəksiniz. Dünənki yarışda qalib gəldik. Kim qalib gəldi? Biz qalib gəldik. Sabah çıxış edəcəklər. Sabah onlar çıxış edəcəklər. Kimin qardaşıdır? O kimin qardaşıdır? B tapşırığına baxırıq. Verilmiş şəxs əvəzliyi və feillərdən istifadə edib cümlə qur. Sözlər verilib biz, görüşmək sözü və bundan cümlə qurublar. Biz məktəbdə görüşdük. İndi keçirik tapşırığa. Mən yazmaq sözünü cümlədə işlədəcəyik. Mən tapşırığı yazdım. Sən oyanmaq. Sən gec oyandın. Onlar getmək sözü. Onlar gəzintiyə getdilər. Siz baxmaq. Siz televizorda daha doğrusu kinoya baxdınız. O xatırlamaq. O məktəb illərini xatırladı. O məktəb illərini xatırladı. Keçirik tapşırıq C-yə. Mətni oxu. Şəxs əvəzliklərinin hansı sözü əvəz etdiyini müəyyən et. Nümunəyə uyğun yaz. Dovşan balaları azmışdılar. Onlar yem axtarmaq üçün meşəni gəzdilər. Görürsünüz, nümunədə də verilib. Onlar, yəni dovşan balaları. İndi isə biz onun sözünə baxırıq. Bu vaxt sincabla qarşılaşdılar. Onun başı qoza gəmirməyə qarışmışdı. Onun, yəni kimin? Sincabın. Balaları görüb dedi. Gəlin sizi qonaq edin. Balaları kimə deyir? Dovşana. Sizi, yəni dovşanı. Balalar dedi. Sən çox səxavətlisən. Sən burada sincaba deyirlər. Amma o bizim yemimiz deyil. O nə deyirlər burada? Qozanı. O qoza bizim yemimiz deyil, yəni dovşanların. Sincab yuvasına qalxdı. Əlində iri bir köklə yerə düşdü. Balalar ona təşəkkür etdilər. Ona, yəni sincaba. Kökü götürdülər, onu ləzzətlə yedirlər. Nəyi? Kökü. Yəni onu. Onlar möhkəm dost oldular. Onlar, yəni dovşanla sincab. Dovşan və sincab.
Keçirik səhifə 41-ə. Uyğunluğu müəyyən et. İnək, camış və s. saxlayan adama nə deyirlər? Baxırıq buradakı variantlara. Soydaş deyil, maldar. Bəli, bir variantı B-yə uyğundur. Ağlamaq, fəryad etmək. Ağlamaq, fəryad etmək, ah-nalə etməkdir. Yurdundan, yuvasından qovulmaq, didərgin düşməkdir. Eyni nəsildən, eyni kökdən olan həmvətən soydaş deməkdir. Burada isə siz variantları yazacaqsınız. Yəni 1-ə B aiddir, 2-yə C aiddir, 3-ə C, 4-ə isə A aiddir. Keçirik tapşırıq B-yə. Uyğun sözü seçib söz birləşməsini yarat. Tayfa, bulaq, səhəng və kip sözləri verilib. Biz indi aşağıdakı sözlərə birləşdirib söz birləşməsi yaradacağıq. Suyu, nəyin suyu olacaq? Bulaq suyu. Başçısı, tayfa başçısı. Götürmək, səhəng götürmək. Bağlamaq, çip bağlamaq. Tapşırıq C. Sualların cavabını hansı mətndən tapmaq olar? Hər iki mətndən. Keçirik tapşırıq C-yə. Sualların cavabını hansı mətndən tapmaq olar? Göyçə göl əfsanəsi, Göyçə mahalı və ya hər iki mətndən. Qarşısında qeyd et və sualları cavablandır. Uşaqlar, baxırıq. Birincidə nə yazılıb? Göyçə gölünün adı nə vaxt dəyişdirildi? Baxırıq Göyçə mahalı mətninə. Təxminən 100 il əvvəl bu torpaqlar Azərbaycandan alınıb Ermənistana verildi. O vaxtdan Göyçə gölünün adını dəyişib Sevan adlandırmağa başladılar. Deməli, birinci sualımıza cavabı biz Göyçə mahalı mətnindən tapacağıq. Keçirik ikinciyə. Göyçəlilər hansı işlərlə məşğul olurdular? Baxırıq Göyçə gölü əfsanəsinə. Onlar heyvan saxlamaqla, əkin-biçinlə ailələrini dolandırırmışlar. Göyçə gölü əfsanəsində bu haqda məlumat var. Göyçə mahalına baxırıq. Burada yaşayan insanlar əsasən maldarlıq, əkinçilik, arıçılıq və s. işlərlə məşğul olurdular. Deməli, bu suala cavab hər iki mətndə var. Ona görə hər ikisində qeyd edirik. İnsanlar suyun daşmaması üçün nə tədbir gördülər? Baxırıq Göyçə gölü əfsanəsinə. Deməli, hər su götürəndən sonra bulaq sel kimi aşıb daşarmış. Ona görə cəmaət ona çip bağlanan qapaq düzəldibmiş. Su götürəndən sonra bulağın ağzını qapaqla örtürmüşlər ki, su daşmasın. Deməli, biz bu suala cavabı Göyçə gölü əfsanəsi mətnində tapırıq. Göyçə gölü əfsanəsi. Hansı dastanda Göyçə haqqında məlumat var? Baxırıq Göyçə mahalı mətninə. Deməli, Azərbaycanın ən qədim ərazilərindən biri də Göyçə mahalıdır. 1000 il bundan əvvəl yaranmış Kitab-ı Dədə Qorqud dastanında Göyçənin adı çəkilir. Yəni Göyçə mahalında. Keçirik səhifə 42-yə. Verilmiş bənzətmələri cümlələrdəki uyğun boşluqlara yaz. Hər tərəf ətir saçırdı. Baxırıq sözlərə. Daş kimi, ipək kimi, gül kimi, ox kimi, yarpaq kimi. Əlbəttə ki, bu cümləyə uyğun gül kimi söz olacaq. Hər tərəf gül kimi ətir saçırdı. Uşaq qorxudan əsirdi. Uşaq qorxudan yarpaq kimi əsirdi. Anaların ürəyi yumşaq olur. Anaların ürəyi ipək kimi yumuşaq olur. Torpaq belləməkdən babamın əlləri bərkimişdi. Torpaq belləməkdən babamın əlləri daş kimi bərkimişdi. Maralın kirpikləri vardı. Maralın ox kimi kirpikləri vardı. B tapşırığına keçirik.
Cümlələri oxu. Bənzəyən və bənzədiləni seçib uyğun xanada yaz. Küçənin işıqları ulduz kimi bərq vururdu. Uşaqlar, burada bənzəyən işıqlardır. Bənzədiləni isə ulduzdur. Çünki işıqlar ulduza bənzədilir. Körpənin yanaqları alma kimi qızarmışdı. Bənzəyən nədir? Yanaqları. Yanaqlar. Bənzədilən nədir? Alma. Nənənin nurlu üzü ay kimi işıq saçırdı. Nurlu üzü, yəni üzü, bənzəyən üzüdür. Bənzədilən isə ay. İgid döyüşçülərimizin iradəsi dəmir kimidir. Burada isə bənzəyən igid, bənzədilən isə dəmir olacaq. İgid döyüşçülərimizin iradəsi dəmir kimidir. Bənzəyən igid, bənzədilən dəmir. Məstanın gözləri muncuq kimi yumru idi. Bənzəyən gözlər, bənzədilən muncuq. Keçirik tapşırıq C-yə. Aşağıda verilmiş bənzəyənləri boşluqlara yazmaqla cümlələri tamamla. Burnumun ucu, balaca müğənni, xırda daşlar, suyun üzü, şehli çəmən. Bülbül kimi cəhcəh vururdu. Balaca müğənni, bülbül kimi cəhcəh vururdu. Şaxtadan buz kimi donmuşdu. Şaxtadan burnumun ucu buz kimi donmuşdu. Qayanın başından sel kimi tökülürdü. Xırda daşlar qayanın başından sel kimi tökülürdü. Əlvan xalı kimi min bir rəngə çalırdı. Şehli, çəmən, əlvan xalı kimi min bir rəngə çalırdı. Ayna kimi parıldayırdı. Suyun üzü ayna kimi parıldayırdı.